Salam, hər vaxtınız xeyir mənim dəyərli və əvəz olunmaz izləyicilərim. Bu bayram ərəfəsində öz qiymətli vaxtınızı bizə ayırdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Bugün maraqlı mövzu ilə yenidən görüşünüzə gəlmişəm. Hər birimiz üçün əziz və doğma olan Novruz bayramı münasibəti ilə sizləri ürəkdən təbrik edirəm. Eyni zamanda yaxınlaşmaqda olan Ramazan bayramının da hər birimizə ruzi, bərəkət və sevinc gətirməsini arzu edirəm. Uca Allahdan diləyim budur ki, hər birimizin arzuları gerçəkləşsin, dünyamıza sülh və əminamanlıq gətirsin. Mənim ən böyük arzularımdan biri insanların yaxşı və rahat yaşaması, bir-biri ilə daha da mehriban və səmimi olması və hər kəsin güzaranı daha da yaxşılaşmasıdır. Dünyanın gözəlliklərindən zövq almalı və həyatını davam etməlidir. Məhz buna görə də İnkruzusda olan bu fürsəti insanlarla bölüşməyi çox dəyərli hesab edirəm. Bu arzunu bölüşən və eyni məqsədi paylaşan insanları ətrafımda toplamağa sövq edirəm. Kanalımızda yayımlanan videolar vasitəsilə bir çox insanlar İnkruzus haqqında məlumat aldı. Bu videolar sadəcə izlənilən kontent deyil idi. Onlar yeni imkanlar tanıdan bir pəncərə idi. Bir çox insan sadəcə maraqla baxdı, sonra düşündü, araşdırdı və bir qərar verdi. O qərar isə onları İnkruzus icmasına gətirdi. Bugün isə biz artıq ayrı-ayrı insanlar deyilik. Biz müxtəlif şəhərlərdən, müxtəlif həyat tərzi olan insanların bir araya gəldiyi böyük bir komandayıq. Bizi birləşdirən isə sadəcə bir platforma deyil, bizi birləşdirən ortaq məqsəd, ortaq düşüncə və birlikdə səyahət etmək istəyidir. Siz təsəvvür edin ki, bugün yanımızda olan insanların əksəriyyəti bir zamanlar bizim videolarımızın sadəcə izləyicisi idi. Amma bugün onlar artıq bu hekayənin bir hissəsidir. Hal-hazırda bu komanda yeni bir mərhələyə hazırlaşır. Biz birlikdə kruiz səyahətinə yola düşmək ərəfəsindəyik. Bu sadəcə bir səyahət deyil. Bu verilən qərarların, atılan addımların uğurlu nəticəsidir. Hər böyük yol bəzən çox sadə bir addımla başlayır. Bəzən isə sadəcə bir videoya baxmaqla. Çox vaxt insanlar bir fürsəti görür, amma dəyərləndirmir. Bir il əvvəl bir çox insan İnkruzus haqqında geniş məlumat aldı. Təəssüf hissi ilə deyim ki, nədənsə düşündülər ki, sonra qoşularıq. Bir il keçdi, amma onlar üçün heç nə dəyişilmədi. Həmin insanlar bugün görür ki, o vaxt qoşulanlar artıq böyük bir komandanın üzvüdür. Birlikdə inkişaf edir və səyahətə hazırlaşırlar. Bugün isə onlardan ən çox eşidilən söz budur. Kaş ki bir il bundan əvvəl qoşulardım. İnsanı peşman edən zamanında qərar verməməkdir. Sonradan peşman olmamaq üçün qərarımızı zamanında verək. Vaxt itirmədən komandamıza qoşulun və birlikdə həyatımızı gözəlləşdirək. Cevizimiz indi və burada. Suallarınızı Instagram ünvanıma yönləndirə bilərsiniz. Abunə olmağı və videonu paylaşmağı unutmayın. Bəlkə də məhz bu video kiminsə həyatında dönüş nöqtəsi olacaq.